Funksiyaların ikinci hissəsi uşaqlar izah eləyirəm. İstəyənlər sonradan da yenə baxarlar. Bir də Fokkoflar əsas var, tərs funksiyonlar var, bir də qraflar var. Onları dənə-dənə yenə zamanımız çatdıqca izah eləyəcəm inşallah. Nə deyir? F və J funksiyaları verilib, həqiqi funksiyaları. Cəmini istəyir. Cəmini də tapanda toplayır da uşaqlar. 5x üstəgənisindəyə 12-yə. Yəni oxşar hədləri nə edirdi? Toplayırdı. Nadir eləmirsən də bunu kamil yəqin ki. Hı -hı. İndi ay uşaqlar nə deyir? Deyir 3-ü F-ə vurmaq lazımdır. Sonra J-ni çıxmaq lazımdır. Sonra da nə etmək lazımdır uşaqlar? 2-yə vurmaq lazımdır. Başqa cür necə eləyə bilərik? F-in yerinə 2 qoyaram. Nə eləyər? 5 eləyər. Düzdür ay uşaqlar? 2 qoyacağım da yerinə. Burada da 2 qoyaram. 2-ni qoyuruq axı yerinə. 2, 2, 4, 4 də isə 4, yəni 8. İndi 3-ü F-ə vuranda, 3-ü 5-ə vuranda 15. Çıxılsın nə 8, elədi neçə 7. Hər iki metodu izah elədim. Kamran başınızda yəqin ki, Kamil, Cavanşir, Nihat. Evet hocam. Bəli. Var. Üçüncü sual. Bu dəfə nə deyir? Deyir F-dən J-ni çıxırsınız, yerinə 3 qoyursunuz. Yəni hər iki metodundan uyğun olduğunu izah eləyəcəm. F-dən J-ni çıxanda 2x-dən x-i çıxanda x eləyir. -5 çıx 8 o da eləyir 13 çıxılsın 13. Yerinə də 3-ü qoyanda 3-dən də 13 çıxanda eləyir nə? -10. Yəni A bəndi. Nadir başında Nadir quzu kəsərəm. Bəli, yazmışam. Deyir ki, F-i J-yə vurub bir et vurmağa ehtiyac yoxdur. Qardaş yerinə 1 qoy. Cavabı tap, sonra vur bir-birinə. Biri yerinə qoy. 2-ni 1-ə vuranda 2, 2-dən 7 çıxanda -5. Biri yerinə qoy, 4-dən 1 çıxanda 3. -5 ilə 3-ə vuranda elə nə? -15. Kamil burada mısın ha Kamil? Cavanşir başınız mı Mehrab? Var. Evet Aha. hocam. Bu dəfə nə deyir? Deyir 3-ü yerinə qoyun, bu dəfə bir-birinə bölün. Halal olsun Kamil. Kamil bir dənətdən. Aha, gəlin 3 qoyalım yerinə. 3, 7 mi 21, 21-dən 1 çıxanda eləyir 20. 3-ün isə 3 gələndə 6. Всё. Bir-birinə böləndə 20 bölünsün 6. Bu da 2-yə böldüyümüz zaman 3, 2-yə böldüyümüz zaman nə eləyir? 10 bölü 3, yəni B bəndi. Davam edirəm uşaqlar. Nə diyor? Burada J variantlarından çox hökmən düzgün seçim elədi. Deyir ki, F plus J funksiyasını seçəcək. Sonra bunların görüntü kümələrini. Gəlin F plus J-ni görək. F plus J nə verəcək uşaqlar bizə? 2x-i. Doğru mu? A-dan da R-yə, B-dən də R-yə. Topladığımız zaman. O zaman yerinə qoyduğumuz zaman necə olacaq? Və yaxud da yerinə qoymaqla da eləmək olar da. Süleyman necə eləmişsiniz? A-nı yerinə qoyub, B-ni yerinə qoyub, sonra toplamısınız, düzdür? Bəli. Amma eyni işləmlər alınması lazımdır da. Şimdi necə eləyəcəz? Deyir F funksiyası A-dan R-yə. A-nı yerinə qoyduğumuz zaman nə olur? A-nı yerinə qoyduğumuz zaman arkadaşlar, biri yerinə qoyduğumuz zaman alınır nə? 1'ə 5. Doğru mu? Daha kısa ispatlı yönlə eləyim də metodla. A-nı yerinə qoyuruq. 2-ni yerinə qoyduğumuz zaman 6. 3-ü yerinə qoyduğumuz zaman 7. 4-ü yerinə qoyduğumuz zaman 8. İndi gələk B-ni yerinə. 2-ni yerinə qoyduğumuz zaman -3. 3-ü yerinə qoyduğumuz zaman -2. 5-i yerinə qoyduğumuz zaman 0. 6-nı da yerinə qoyduğumuz zaman nə alınır uşaqlar? 1 alınır. Doğru mu arkadaşlar? Hı? Bəli. Bəli. Hı -hı. İndi bunları yerinə qoydum mən. A-nı da, B-ni də. Bunları toplamam lazım indi. Topladığım zaman necə olacaq? Amma aynı şeylər toplaya bilməmiz lazım da. Yəni 2 varsa görüntü küməsində. Sonra 3 varsa görüntü küməsində nə var? Bax 2 var, 2 -3 var. Deməli 6 -3 nə elədi? 3 elədi. 1 varmı? Yox, yoxdur. 3 varmı? Bəli var. O da nə eləyəcək? Baxın bu buradadır.
2 dənə xət qoyum. 7-dən 2 çıxanda 5 elədi. 4 yoxdur da, düzdürmü? Yoxdur. 1 də yoxdur. 3 ilə 5, yəni Y bəndi. Yəni uşaqlar, başınızda necə elədim? Topladım, yerinə qoydum uşaqlar. Amma x-ları eyni olanları toplaya bilərəm də. Kamran, Cavanşir, başınızda nə elə? 2 6 ilə 2 mənfi 3 Bəli, toplaya mən. bilərəm. 1 yoxdur, axı toplayayım. 4 yoxdur, axı toplayayım. 3 7 ilə 3 mənfi 2-ni toplaya bilərəm. Bunlar da yoxdurlar. Anlaşıldı mı arkadaşlar bu şey? Cavanşir, başınızda yəqin ki, necə elədim? Mehrab. Bəli, müəllim. Hı. İndi köməkləşək uşaqlar, yenə aynı şeyi. Nə deyir? A-nı yerinə qoyaq. 2-ni yerinə qoyanda elədin neçə? 8. 4-ü yerinə qoyanda elədin neçə? 10. 6-nı yerinə qoyanda nə elədi? 12. 2-ni yerinə qoyanda aşağıda nə elədi? 2-ni yerinə, 2-dən 4 çıxanda mənfi 2. Doğru mu? 3-ü yerinə qoyanda elədi neçə? Mənfi 1. 4-ü də yerinə qoyanda nə elədi? 0 elədi. 2, 8, 2, 6. Hə, çıxmaq lazımdır da, düzdür mü? Elə başa düşürəm ki. 8, 2, 10 olur. Bunları çıxa bilirəm. Bir də bunları çıxa bilirəm. 10 olur. 10 təkrarlanır. Zaten bir tane 10 qalır da. Üçlər də zaten toplana bilmir. İndi burada bəzilər deyə bilər ki, hocam, elə eynilərini götürüb eləsəydik olmaz mıydı? Ola bilərdi. Prosta mən isbatını vermiş oldum. Anlaşıldı mı arkadaşlar? Bəli. 8'e de yine aynı şekilde görüntü kümesini eləmək lazımdır ki, başa düşəcəksiniz ki, burada bir şey promo aynısını. Mesela 1, 5 ilə 1, 2'ni yerinə eynilərində birlər varsa, vurduq 5'i 2'ye varanda elədi 10. 2 varsa, 2, 3, 2, 6 elədi 18. 3 var mı? Yoxdur. 4 zaten yoxdur. 10'dan 18 yəni 5. Anlaşıldı mı ay Cavanşir?